At Puskasının yeni bölümündən hər kəsi salamlayırıq. Necəsiz? Bu günləri çox xüsusi, çox eksklüziv qonaqlarım var. Yəni heç bir verilişdə mən bu qədər rahat ola bilməzdim. Niyə? Niyəsi budur ki, bugünkü qonaqlarımız məzunlarımızdır və hansı ki o məzunlar bizim komanda, yəni Atbu TV-nin rəhbəri və müavinidir. Ona görə də kamera arxasında olan və buradakı hamıdan Atbu TV üçün bir dənə gurultulu alqış istəyirəm. Bu sırf özüm için idi. Bəli. Xanımlar, necəsiz? Çox sağ ol Aydın. Sən necəsən? Sayenizdə. Minnətdaram. Necə gəldiniz? Necə keçir? İl necə keçdi sizin üçün? Yəni biraz belə deyək də, mən sizi tam olaraq başa düşməyəcəm, çünki mən məzun deyiləm hələ ki. Ona görə də sizlə belə biraz emosional veriş olacaq, bir balaca. Həm məzunsunuz, gedirsiniz. Ağlatmağa gəlib bizim. Əminəm ki, daha çox güləcəyik. Başlayaq da xanımlar, necə keçir? İl necə keçdi? Mənim üçün il əslində biraz qarışıq idi. Yəni daha yaxşı ola bilərdi. Çünki hər şey çox tez-tez keçirdi. Bu il həqiqətən tez 4 il keçdi. ərzində ikinci kurs istisna, ikinci kurs yəni ölüm kimi çox yavaş-yavaş keçdi çünki. Aha. Digər illər çox sürətlə də, yəni içi bu il qarışıq, dəhşət sürətlə keçdi. Bu il ekstra bir sürətlə keçdi. Yəni. Bu il zarafatsız həqiqətən sürətlə Ekstra. keçdi. Çünki bunu düşünürəm ki, yəni işlərimizin çox olması ilə Həm əlaqəli. işlərimizin çox olması, həm də necəsə çox sürətli keçdiyin. Yəni mənim ağlımda qalıb ki, yəni o balaca zalda bizim o birinci iclasımız, birinci qurultaya yığışmışıq. Hə, o birinci iclas hamı ilə tanış olmaq, o birinci dəfə yığışıb video falan çəkməyimiz bu il həddindən artıq ekstra. O dünən idi elə biləm. O həqiqətən elə bir 2 ay əvvəl falan olub da. Novruz bayramında elə bil sən kosa. Hə, yaxşı, çox asılar. Heç kim də görməmiş kimi. Mən deyildim. Məncə əslində bu sizin də qatqılarınızla oldu da, yeni gələn nümayəndələr. Yəni hər kəsin ümumiyyətlə belə deyək, TV içərisində fəaliyyət göstərən hər kəsin. Mənim üçün də eyni şəkildə, yəni həqiqətən çox sürətli keçdi və bu fikrə qatılıram ki, bilmirəm niyə, bəlkə də ilk dəfə ikincisi mən olduğumuza görə ikinci kurs hamıya belə yəni yavaş-yavaş keçirmiş kimi gəlir. Amma eyni şəkildə digər kursların hamısı çox sürətlə keçdi. Bu ildə ekstra bir sürətlə keçdi. Çünki həm məzun oluruq, həm bu ilin sonunda nə edəcəyimizi, hansı fəaliyyətlərlə məşğul olacağımızı planlaşdırmalıyıq. Həm universitetin daxilində bir semestr imtahan verməliyik, ikinci semestr praktika eləməliyik, daha sonra diplom işi falan. Və bunların paralelində magistra hazırlaşmaq, imtahan vermək. Hazırlaşmaq şübhəli. Yəni hazırlaşmadan girmişik imtahanlara. Hazırlaşmadan girmişik, amma hazırlaşanlardan keçmişik də, yəni bu da bu qədər də iyiyiz. Yəni bunların paralelində həm də sosial həyatda aktiv olmaq, TV-ni yönəltmək və digər işlərimiz. Çəkiliş ayarlamaq. Çəkiliş ayarlamaq və məndə hələ ekstra mentorluq. Bəli, belə şeylər. Bu ilin məncə ən belə yadda qalan şey danlanmaq idi. Danlanmaq. Məncə yox. Mən elə tərəfimdən. Yox o. Yox, mənə görə elə idi. İndi sən yəqin yaxşı müavin olmadığın üçün. Qızlar, 4 il bitdi. Bəli. Məktəbi qurtardınız. Yəni bunları qoyuruq. Universitetə girdiniz, daxil oldunuz deyək. Universitetə daxil oldunuz. İmtahan verdiniz, nə bilim, bilmirəm, kəsilmisinizsə kəsilmisiniz, kəsriniz olur falan fəsməşinizsə. Bu 4 il bitdi. Bu 4 il içərisində ağlınızda qalanmı deyin, sizdə xoş təəssürat oyadanmı deyin ki, mən yaxşı ki bu universitetə qəbul olmuşam. Bunlardan nələr olub sizin ağlınızda qalan ki, o şeyləri siz bir ömür boyu belə unuda bilməyəcəksiniz? Mən böyük ehtimal ki, Gülayın yoxsa Yəni mən bunu TV üzərindən demirəm ha. Universitetə qəbul olduğunuz, ümumiyyətlə. TV-yə birazdan gəlib çatacağıq. Elə o da böyük ehtimal. Bir də hə, təzəlikcə olan deyim, onsuz bu illərə tam çıxmayıb. Aha. Dünən bataqlıqda batmağım az qalsın, ölmə sürüklənirdim. Universitetə gələndə? Yox, dünən. Dünən Lənkərandaydım. Universitet uşaqlarla gedib də. Hara getmişsiniz? Hə, çox üzr istəyirəm. Mən çox üzr istəyirəm. Yəni bataqlığa heç ayağımı basmamış batmağım. İkinci olaraq da
bilmirəm kimin ad günü idi, yadımdan çıxıb. Yəni o qədər beynim silmək istəyir o anı ki, Aha. vağzalı ilə girib bütün hamı tərəfindən, nazirlik tərəfindən belə biabır Hə, olmağımız. şey kimdən günü idi? Kimdən Ad sonra? günü değildi. Mən tort aldığımız gün. Nazlı şey, Milka. bu. Milka, əbiş. Vağzalı idi. Ay, telefonla daş. Zülay xanım, sizdə belə təəssürat yaradan bir anılardan, belə deyək, xatirələrdən, elə xatirədə yanınızdaykən. Universitet cəhətdən, yəni təhsil cəhətdən Aha. deyəndə, təhsil cəhətdən qrup yoldaşlarımın yaxşı ki, onlar idi qrup yoldaşlarım. Həqiqətən burada, yəni qrup yoldaşlarım olaraq tanıdığım insanlar həyatımın sonrasında da məndən olacaq insanlardır. Və belə bir an deyə bilmərəm, amma müəllimlərimiz həqiqətən də bizə dərs deyən həqiqətən də çox yaxşı müəllimlər var ki, o müəllimləri heç vaxt unutmayacağam. Bir də yəni 2 il ard-arda Alı müəllimlə rayonlara getməyimizi 2 ildə ard-arda Al müəllimlə rayonlara getməyimizi və hər rayona gedəndə Al müəllimin bizə göstərdiyi xüsusi qayğını Alı müəllim tanımıram. Al müəllimə sağ ol. Salam. Alı Mən müəllim, də salam. salam deyirəm. Mən də salam. Ləman da deyirəm, salam deyir müəllim. Təhsildən və pedaqoji universitetdən danışmışkən, bir tələbə üçün, belə deyək də, bir abituriyent üçün deyək ki, bu adam müəllim olmaq istəyir, bu adam akademik fəaliyyətini pedaqoji fəaliyyət üzrə davam etdirmək istəyir və pedaqoji universiteti seçməyi üçün nələr deyərdiniz məsəl üçün ki, yəni hə, pedaqoji universitetin üstünlükləri, burada təhsil alan tələbələrin müəllim olmağı falan mövzusunda? Böyük ehtimal ki, elə ilk olaraq müəllim heyətindən nümunə göstərmək olar. Çünki həqiqətən çox müəllim, indi təbii ki də hər universitetdə belə bir şey var, yəni istisnalar həmişə olur. Amma müəllim heyəti həqiqətən çox humanistdir və çox anlayışla qarşılayırlar. Yəni tələbənin yerinə özlərini qoya bilirlər. İstər qiymət tərəfdən olsun, istəyir imtahan. Situasiya, yəni bütün situasiyalara uyğun olaraq empatiya qura bilirlər tələbələrlə bir, akademik olaraq da, yəni həqiqətən öz sözünü deyən müəllimlər buradadır, respublikada, istər belə deyək də, akademik bacarıqları üzrə öz sözünü deyən müəllimlər buradadır. Sizdə Gülay xanım? Məncə də müəllimlər və həqiqətən də müəllimlər burada bir çox müəllimlər var ki, həqiqətən də tələbəyə nəsə öyrətmək istəyirlər. Yəni keçişdirmək istəmirlər. Həqiqətən də tələbənin öyrənməsini istəyərəkdən öyrədən müəllimlərimiz var. Və mən deyə bilərəm ki, əgər həqiqətən pedaqoji fəaliyyətlə məşğul olmaq istəyirlərsə tələbələr və müəllim kimi çalışmaq istəyirlərsə, pedaqoji universiteti rahatlıqla seçə bilərlər. Gəlib burada öz üzərlərində çalışıb həqiqətən də peşəkar bir müəllim ola bilərlər. Yəni düzdür, texniki cəhətdən olsun, belə infrastruktur cəhətdən olsun, çox da belə xoşa gələn yer olmasa da tələbələr tərəfindən. Sadəcə yəni belə akademik cəhətdən məncə bir yerə, istədikləri yerə gələ bilərlər. İnfrastruktur deyəndə nəyə nəzərdə tutursunuz tam olaraq? İnfrastruktur, yəni tikinti cəhətdən. Sizcə belə tam məmnunsunuz? Onlar filoloqlardır, onlar mənim. Hə, o heç də sahil korpusundaşlar. Hə, sahil, yəni belə... Yox, sahil korpusuna əlbəttə deyəm. Yox, məsələn, mən heç deyə kim bilərəm, eşitmir. mən də sahil korpusunda oxuyuram və yəni aydın 5-ci mərtəbədən sonrası. 5-ci mərtəbədən sonra da məncə yəni sadəcə akademik cəhətdən yox, yəni şəxsən mən belə düşünürəm ki, burada olan o isti ortam, tələbələrin, müəllimlərin və eyni zamanda yəni ümumiyyətlə idarə heyətinin o yəni səmimi münasibəti mən düşünmürəm ki, başqa hansısa bir universitetdə. Amma bu az bir şeyi olan çox şey belə. Ola bilər ki, bizdə müəyyən çatışmamazlıqlar var. Okey, mən bundan razıyam. Amma bunun daxilindən belə deyək də elə insanlar ortaya çıxır ki, həqiqətən hər sahədə öz sözünü deyən insanlar pedaqoji universitetdən çıxmağı doğrudan da fəxr edici haldır. Bunu belə əlavə eləmək istəyərdim. Yəni, üzr istəyirəm. Sadəcə elə sənin də sözünün davamı olaraq da mənə elə gəlir ki, universitetlərin tələbə ortamına, daha doğrusu xarakterik cəhətdən də indi onların öz şəxsi düşüncələrimi deyim, xassiyyətlərimi deyim, baxıldıqda pedaqoji universiteti tələbələri həqiqətən
xarakter cəhətdən çox yaxşılar. Ortam Çox enerjilidirlər, yəni Çox çox enerjili pozitivdirlər. və səmimi Bəli. və bilirsiniz necə o insanın bir cəmiyyətə göstərdiyi mən var. Bir də daxilindəki mən Bəli. var. Ümumi olaraq mən fikir verirəm o birisi universitet. Yəni burada kimsə pisləmir. Yəni bunu heç kim səhv anlaşılmasın. Sadəcə bizim uşaqlarımız həqiqətən istedadlıdır və necə deyim, onlarda saxta bir nəsə yoxdur. Və Təbii ki, universitet də bu istedadı ortaya çıxara bilir necəsə. necəsə Hə. təşkilatlar vasitəsilə Təşkilatlar deyim. Məsəl üçün mən vasitəsilə. özümdən nümunəni götürsəm Mhm. və ümumi olaraq komanda olaraq vəziyyəti götürsək və komandadakı uşaqları götürsək. Məsəl üçün deyək ki, mən danışa bilirdim. Nə mənada danışa bilirdim? Belə bir deyim var, ağzı iyi laf yapmaq. Mən türkçə deyəcəm, bu üzr sayınızdan. Yəni kağızım necəsə bir şey danışırdı, amma mən bu bacarığımı bura gəlməsəydim, bəlkə də ortaya çıxarda bilməyəcəkdim. Elə bu bacarığım TikTok live-larında, Instagram canlı yayımlarında batıb da gedəcəkdi. Amma mən əminəm ki, 10 ildən sonra, 15 ildən sonra, 20 ildən sonra inşallah ki, mənim bir ailəm olsa, onlar bu videoları görəcəklər və mən hiss edirəm ki, mən onda fərəh hissi, fəxr hissi keçirirəm ki, mən zamanında, belə gəncliyimdə belə bir şeylər eləyə bilirdim və bunu necəsə də olsa bir şəkildə ortaya çıxarda bildim. Bu cəhətdən də Pedaqoji Universitetin belə deyək, sosial fəaliyyət cəhətdən uşaqları həqiqətən deyirəm ələ ala bilirlər, nə mənada ala bilirlər. Onları öz tərəflərinə çəkib, onların o istedadlarını üzə çıxarmağına şərait yazdılar. Bunun üçün də hamısına respekt, hamısına hörmətlər ki, bunu həqiqətən bacara bilirlər. TV bu insanların burada olmağını belə deyək də təsadüfi deyil heç biri. Heç bir tanışlıq təsadüfi deyil ümumiyyətlə. TV də bunlardan biridir. Sizin ikinizin də TV-yə gəlişi mənə çox maraqlıdır. Çünki mən bunu zarafatsız bilmirəm. Yəni mən sizin TV-də videolarınızın olduğunu görürdüm, amma mən sizi insan olaraq bura gəlməmişdən əvvəl tanımırdım. O səbəbdən də yəni heç vaxt da soruşmamışam ki, ay Gülay sən TV-yə necə qoşuldun? Çünki mən bura vakansiya ilə qoşulmuşam. Amma mən bildiyim qədərilə məndən əvvəlki illərdə qoşulan uşaqların vakansiya ilə gəlməyiblər, bildiyim qədərilə. Biz ilk vakansiya ilə gələn uşaqlarıq. Bizdən əvvəl məncə də vakansiya olmayıb. Deyəsən təşkilatlarda hansısa sadəcə təşkilatların fəaliyyətində olan uşaqlar olub və biz ilk vakansiya ilə gələn uşaqlarıq. Çünki yəni TV-nin kurasiyasını Məhəmməd bəyə vermişdilər və keçən ildə Məhəmməd bəy təzə gəlmişdi. Və yəni qruplara atıldı. Mən oradan gördüm vakansiyanı. Məndə birinci kurs istisna olmaqla ikinci kursdan heç bir sosial fəaliyyətlə məşğul deyildim universitet daxilində və üçüncü kursun əvvəli idi. Düşündüm ki, yəni artıq nəsə eləmək vaxtıdır. Çünki ikinci kurs həqiqətən həm yəni necə deyim, dərslərin günorta olması cəhətdən, həm də İkinci kursu ümumiyyətlə özü istəyirəm sözünüzdə böldüm. İkinci kursu niyə bu qədər gömürsüz? Yox, onu ləğv eləmək lazımdır ümumiyyətlə. Həqiqətən çıxarılsın. İkinci kurs kapatılsın. Onsuz biz bitirmişik, yəni elə bir dərdimiz yoxdur. Ya da ki, birlə ya bilsən necə, birinci kurs olmasın da, promo ikinci kursa keçirsin ki, ən azından da birinci kurs qutarır, ikinci kursa keçsin, hava birdən-birə dəyişir. Necəsə sən bir də görürsən ki, 3-4 saatın sadəcə yolları, 3-4 saatını sadəcə sən gedirsən. Və bilirsiniz, ikinci kurs bilirsiniz necə olur? Yəni yuxudan oyanırsan, universitetə gəlirsən, evə qayıdıb yatırsan. Hələ uzaqda qalırsanız amma xırdalan uşaqları. Əlavə dərsin ağırlığı da çox idi. İkinci kurs, birinci kurs bilirsiniz nədir? Salam uşaqlar. Hə, salam uşaqlar. Siz buna alışın. Gələn görə. Bu il adyak falan keçirik sizə. Fəlsəfə, ingilis dili. Məktəbdə öyrənmişdiniz bunlar yazıda. İkinci kurs gəlir. Salam uşaqlar. Bu günləri ixtisasdır. İxtisas fənləri də bu günləri başlayır. İkinci kurs, yəni belə boş keçdiyi üçün üçüncü kursda artıq ürəyim sıxılırdı. Doğal olaraq nəsə eləməyə çalışırdım. Və qruplara atıldı vakansiyalar. Mən də vakansiyaları gördüm və 2 vakansiyadan qeydiyyatdan keçdim. Həm ssenarist üzrə, həm də aparıcı üzrə. Və hər iki müsahibəyə də məni dəvət elədilər. İlk olaraq ssenarist olaraq gəldim vakansiyaya və həmin ərəfədə də bizdə hansısa bir dərsdə, hansı dərs idi? Pedaqogika dərsi idi deyəsən.
pedaqogika dərsində nəsə səhnəcik kimi bir şey hazırlamaq lazım idi. Bundan bağlı ssenari yazmışdım. Elə üst-üstə düşdü. Otağa girəndə ilk yəni müsahibəmizdə Məhəmməd bəy tək idi və yəni müsahibə elədik. Onu yəni yazdığım ssenarini də göstərdim. Yəni heç bir şey bildirmədən, keçiniz ayaqda qalmısan, heç bir şey bildirmədən çıxdım otaqdan. Bu xatırlayıram, həftənin 1-ci günü olmuşdu. Və həftənin üstündən 2 gün keçdi, həftənin 4-cü günü mən yenə də müsahibəyə girdim və otağa girəndə dedim ki, salam, mən yenə gəldim. Mən yenə gəldim və bu dəfə də hamı var idi. Müdir də, Elvin bəy də, Məhəmməd bəy də hamısı var idi. Və Məhəmməd, yəni bu dəfə də aparıcı olaraq gəlmişdim. Aparıcı olaraq da danışanda, yəni müsahibə eləyəndə heç vaxt unutmaram, Məhəmməd bəy dedi ki, nəsə bir şeir falan da, yəni diksiyamı yoxlamaq üçün. Bəlkə 2-3 dəqiqə fikirləşdim, ağlıma şeir gəlmədi. Yəni ağlıma gələn tək şeir səni sevmək üçün gəldim dünyaya. Bu da yəni babamın bizə buraxdığı miraslardan biridir. Ramiz Rövşən şeiri deyil o. Yox, yəni baba tez-tez bu şeiri deyir deyə. Yəni o şeir gəldi və 1-2 kuplet o şeirdən deyəndən sonra yenə çıxdım. Və həftə sonu Məhəmməd bəydən mesaj gəldi ki, bəs siz ssenarist üzrə seçilmisiniz bu vakansiyaya. Aparıcı üzrə seçilməziyə. Hə, yəni mən də sual verdim ki, bəs 2 vakansiya üzrə seçmişdim. O da dedi ki, bəs aparıcı üzrə qeydiyyatdan keçən çox idi, ssenarist cəmi 3 nəfər idi, 3-ünü də götürmüşük. Hə, o da dedi ki, hamısını götürmüşük, ona görə ssenarist olaraq gəldim. Onda kim qəbul oldu ki, ssenarist kimi? Mehrin və bir dənə də əlavə qız var idi. Xatirə xanım, siz TV ilə necə tanış oldunuz bəs? Məndə belə ekstradan belə bir hekayə yoxdur. Normal şəkildə mən də elə niyəsə elə deyəsən biz həqiqətən təsadüfi deyil bu yığılmalar. Niyəsə biz ikimiz də eyni anda demişik ki, hə bu vaxtıdır. Nəsə sosial bir işlərlə məşğul olmalıyıq. Hamı nəsə eləyir, dəvərmək lazımdır. Tərpənmək lazımdır. 3-cü kurs. 3-cü kursda. Niyə bu vəh prosta 3-cü kursda gəldi? Çünki 2-ci kursda çox travmalı. Yəni də 1-ci kursda ümumiyyətlə mən havadaydım, yox idim elə bil. Yəni mən ümumiyyətlə heç nəyə fikir vermirdim. Sadəcə İmtahanları keçmək dərdindəydim. İmtahanı belə güclə keçirdim. Yəni o dərəcə aşağı idi əslində mənim üçün. Çünki oxumaqla maraqlanmırdım. Öz qrup yoldaşlarım komanda olaraq yəni çox gənclərə belə nümunə olursunuz da, siz oxumaqla maraqlanırsınız. Mən beləyəm, siz belə olmayın. Amma 1-ci kursdan etibarən ondan sonra yəni oxumaq lazımdır. Sonra niyə başa düşmədim, necə bəyəm? Oxumaq lazımdır, oxumaq lazımdır. Hə. Sonra link vasitəsilə keçdim. Heç nə bizə də qruplara atılmışdı. Hə, qruplara atılmışdı. Elə bizim öz universitet qruplarımıza atılmışdı. Yəni bizdə də elə yəni mənim heç bir qrupuma atılmır. O keçən il olub. Yəni bu sizin ilinizdə də, yəni mənim qəbul olduğum ildə heç bir qrupa falan heç nə atılmadı. Ayşənin storiesində görmüşdüm mən. Oradan da keçid elədim. Link də qırıq idi bu arada. Linkə girirdin, Google açılırdı sadəcə. Hə, yadımdadır. Atmışdım, nömrəmi yazmışdım. Çox adam qeydiyyatdan keçmişdim. Nömrəmi yazmışdım. Prosta sadəcə mənim ağlıma gəlməmiş ki, mən ora zəng nömrəmi yazmalıyam. Zəngə qapalı olan bir nömrə yox. Ona görə də ki, məndən əlaqə keçə bilməmişdi. Sonra Aydın özü Sonra mən özü yazmışdım. Mən şey eləyəndə dedim ki, Gülay xanıma yazanda dedim ki, baxın, mən əvvəldən deyirəm, mən fərqliyəm. Nə mənada fərqliyəm? Yəni o yazışmalar zarfası Gülayın özünün də yadına gəldi. Dedim ki, yəni mən avtobusda yazdım. Çox necə deyim, o ab-havada deyiləm də, yəni bəy, məy, kassiziyumdur, massiyumdur falan. Bilinir. Burasını qoyarsın. Yəni o ab-havada deyiləm. Bu sizə uyğunsa mən sizin vakansiyaya qatılım. Yəni ki, yaxşı ki buradayıq. Yaxşı bu podkast da alınır. Bəli. Çünki nəsə eləmək lazım idi. Bunu eləməli olan insanlar lazım idi. Bu yük də bizim üzərimizə düşdü. Mənə elə gəlir ki, biz o yükü lazımınca daşıya bildik. Ümumi olaraq TV-nin bu ilki fəaliyyəti məncə göz önündədir. Yenə də deyirəm, YouTube üzərində 50K-ya yaxın baxışımız var. Instagram üzərində 200-ə yaxın postumuz var. Bu postların sadəcə birinin görüntülənməsi 546 mindir. O videonun ümumi olaraq o force major haldan yarandı elə. Birlikdə sadəcə yığışmışdıq, 8 Mart'a aid video çəkirdik, dedik belə bir şey çəkək və video paylaşdıq. 546 min, bütün TikTok, bütün Instagram, bütün xalalar, bibilər, nənələr, dayılar o videonun altındaydı.
nə mənada kommentariya yazılır hamısı. Və ümumi olaraq mən belə demək istəyirəm ki, TV-nin bu ilki fəaliyyətinin bu qədər yüksək olması sizcə nə ilə bağlıdır? Təbii ki də sırf komandadan asılıdır. Sırf komanda, bir də ki təşkilatçılıq, komandanın öz təşkilatçılığı, bacarığı olsun. Məsələn, adicə mən bayaq əslində bunu davam edəcəkdim. Prosta ürək sözləri çox idi deyə biraz dayandım, saxladım, dedim eyb yox danışsınlar. Mən fotoqraf olaraq əslində keçmişdim müsahibədən, amma bütün hər şeyi görürdüm. Məsələn, videoqraf olaraq ssenarini də arada mən yazırdım. Sonra gedirdim çəkilişlərə falan. Tamamilə komanda işi. Və yəni həqiqətən də TV-də olan istənilən bir üzv sadəcə olduğu vəzifəni yerinə yetirmir. Amma onun bayaqları dediyim. Və yəni kimsə apardısa bir də çəkilişdə görə bilərsiniz onu, kimsə çəkilişdədirsə bəzən aparıcı görə bilərsiniz. Kimsə yəni aparıcıdırsa bəzən Santa Claus filmində də görə bilərsiniz, Kosa filmində, Zarafat. Yəni bunları həqiqətən bir nəfər eləməli idi. Yəni bir nəfər dediyimiz ümumi olaraq nəzərdə tuturam ki, eləməli idi və biz bunu elədik. Uğurlarımızdan ən böyüyü komanda işinin olmağıdır. Düzgün və formal düşünən beyinlərin aramızda olmağıdır ki, bunu eləyə bilərik, bunu eləyə bilmərik və yaxud da ki, kontent yaradarkən burada kreativity, yəni yaradıcılıq məsələsi var. Daha yaxşı fikirləşmək. Bu elə bir şeydir ki, bir video çəkmişiksə, gələn bu videomuz bəyənilib deyək, onun eynisini çəksək, yenə bəyəniləcək. Məsələ o deyil, amma wow yaratmayacaq. Məsələn, bizim yeni ildəki videomuz wow yaratdı. Neynədik? Santa Claus paltarı tapdıq. Amma yenə də necəsə nəsə çatışmırdı. O çatışmamazlığı Novruz videosunda düzəltdik. Və mən sizə deyə bilərəm ki, bizim Novruz videomuz yeni il videosundan daha yaxşıdır. Çünki oradakı ümumi nəticələrdən bir nəticə çıxardı. Bu dəfə paltarı məsəl üçün deyək. Paltarı məsəl üçün keçən dəfə 10 manatlıq bir paltardan istifadə eləmişiksə, bu dəfə istifadə elədik 40 manatlıq bir paltardan. Bu summalar sadəcə yəni formal olaraq deyirəm bunu. Və nəticə etibarı ilə də hər şeyin üstünə yeni, belə deyək də, daha yaxşısını əlavə edərək və daha yaxşı nəticə çıxartdıq. Ona görə də yenə də TV-yə bir dənə qəşəng bir alqış istəyirəm. İndi deyə bilərsiniz, TV-nin üzvləridir, özlərini övlər falan, tərifləyirlər. Amma zarafatsız, yəni bunlar elə belə şeylər deyil. Çünki bunu, baxın, üzr istəyirəm, bunu belə bura taxmaq asan işdir. Amma bu olmayan halda bunu belə ortaya çıxartmaq və bundan danışmaq lazımdır. Arada gəlsinlər də uşaqlar da. Uşaqlar, o dediyimiz baxın komandanın hər şey oldu. Efirə qonaq gəldi. Efirə qonağımız var. Aysel, sən bizdən Aydına şikayət edirsən ki, mən eləmək istəmirəm, amma edirəm. Dalaş. Xeyr, mən əsla elə bir şey eləməmişəm. Aydın ədisi yalan danışır. Məncə də Aysel elə bir şey deməz. Məncə də eləməz zaten, sadəcə biraz dedim. Mən Aydın'dan daha əvvəl buradayım və burada axıra qədər də qalacağam. 3 il, inşallah 4-cü kurs oluram. İddialı. Və gələn il də buradayam. İnşallah da burada olacağam. İnşallah. Ən bəyəndiyiniz, ən yadda qalan çəkiliş hansı olub və o çəkiliş həqiqətən də yəni deyərdiniz ki, bizim elədiyimiz çəkilişlər içərisində ən bombasıdır. Yeni il böyük ehtimal. Sənin Santa Claus-ki. Santa Claus-ki. Çəkilişin özü olaraq da. Çəkilişin özü olaraq o keyfiyyət məsələsini qoyuram qırağa. Onu baxın qoyuram qırağa, araşdırıram. Çəkilişin özü olaraqdan mən Novruz çəkilişini deyərdim ki, çox keyfiyyətli alınmışdı. Keyfiyyətli alınmışdı. Amma mənim favori bir dənə reelsim var. Düzdür, o çəkilişdə mən iştirak eləməmişəm. Gülüş günü reelsi. Yəni bilmirəm niyə. Onu Ayşənlə mən çəkmişdim, deyəsən. 4-cü korpus. Hə, mən çəkmişdim. Ayşənlə biz çəkmişdik. Hə, İnqilab korpusunda çəkmişdik o videonu. Düzdür, o çəkilişdə mən yox idim, amma həqiqətən də o videonu mən özüm editləmişdim. Həqiqətən də editlədiyim andan bəri favori videom odur. Yəni pozitiv bir videodur, yəni. Minnoş videodur, şirin bir videodur. Bilmirəm, amma mənim ən favori reelsim odur, yəni. Amma çəkiliş olaraq Novruz çəkilişi. Ayşə, səndən də bu favori çəkiliş öyrənək, sonra çıx get kadr arxasına xahiş edirəm. Burada çox dayanma. Mən üçün də favori çəkiliş həqiqətən Gülüş günü idi. Mən əslində o çəkilişdə sən də yox idin. Mən də yox idim, amma o çəkilişdə sadəcə Ayşənlə mən olmuşam. Yox. Xəyalə və Nəzrin. Nəzrin qonaq kimi gəldi. Instagram postunu düzəltmək mənim üçün həqiqətən çox böyük bir şeydir bu arada. Necə? Onu kim düzəltmişdi?
Hə. Və görürsüz yenə deyirəm, komanda işi. Bir də mənim üçün həqiqətən 2 ildə həmişə 8 maç çəkilişlər çox yadımda qalıb. Çünki o kartları verəndə insanların üzündəki gülüş həqiqətən çox böyük və adamda təbəssüm yaradır və başa düşürsən ki, həqiqətən heç olmasa insanlara bir şey qata bilirsən. Ayşə xanım, sizə təşəkkür eləyib bu belə dəyərli fikirlərinizdən ötəri, bizim komandamıza qatdığınız dəstəklərdən ötəri, qatqılardan ötəri. Həqiqətən də borcumuz Ayselin ödənməz. rolu həqiqətən də TV-də çoxdur. Çoxdur. Bəli. Ödənməz. Çox sağ olun. Çox sağ olun Ayşə xanım. Sağ olun. Sağ olun. TV sizin həyatınızda bəs nələr dəyişdi ümumi olaraq? Məndə böyük ehtimal ki, mənim heç görmədiyim talantlarım ortaya çıxdı da. Mən məsələn, mən bu günə qədər mən bilmirdim, daha doğrusu müsahibəyə keçənə qədər mən bilmirdim ki, çəkiliş eləyə bilərəm. Üstəlik, nə bilim, ssenari də yaza bilirəm. Düz deyil, ssenarini indi çox da belə bacarığımız Sanırsın şeydir, də bu. Hə. Quentin Tarantino'dur nədir zətli ondan. O rejissor Yo, idi, yoxsa ondan da yox? irəlisi muavinəm. Hə? Yox, şaka yapıyorsun. Bəs nə? Yəni hər 3-4 saat aralıqsız çəkiliş eləyə bilirəm məsələn. Mən bunu bilmirdim özümdə. Bizim sənə şey çəkilişimiz yadındadır, ikimiz getmişdik. Hə, məsələn İnqilab Korpusundakı o çəkiliş, bir də 8 mart çəkilişləri o qədər çətin gəlirdi mənə həmişə. Çox əziyyətli olurdu. Və həqiqətən videolarda belə görürsüz, kommentlərdə də hətta şikayət falan Görürsüz ki, bizi gəlmirsiniz kart verməmişik. Amma Amma 8 martda ən çox bu komment gəlir ki, Hə, niyə Yəni bizə kart niyə vermədiniz? vermədiniz? kart verdiyimiz insanlarla bəzi edir ki, məsəl üçün də niyə videoya bunu başa düşə bilərəm mən. Emosional olaraq bunu başa düşürəm ki, kimsə gəlir mənə çəkir, sonrasında videoya əlavə eləmir falan da. Amma başa düşülməli olan o ki, tələbə çoxdur. Tələbə çoxdur və məsələn uğursuz kadr çox olur. Kiməsə kart verdiyin yerdə ortadan kimsə keçir, Hə. yəni arxadan kimsə keçir. Yəni ona görə yəni sizə göstərdiyimizdən əlavə kadrın arxasında həqiqətən çox iş var. Ona Çox görə bizi ağır işlər var. Çox. Həqiqətən bu ağırlığını hiss eləmək üçün gərək siz elə Atbu TV-nin özündə olasınız. Bəli. Və yaxud da ki, hər hansısa bir çəkilişdə gəlib biz sadəcə bircə saat iştirak bircə edirik. saat iştirak Hə, edirik. bir saat Yəni mənə qatdığı şey deyəndə, yəni həqiqətən bunu tək TV ilə əlaqələndirmək istəmirəm, amma universitet və universitetin sosial həyatında aktiv olmaq, bu ikisi birləşəndə insanı 4 ilin sonunda həqiqətən də cəmiyyətə hazırlayır və insan özündə olan potensialları kəşf eləyərəkdən cəmiyyətə çıxır və məncə bu universitetin bizə qazandırdığı ən mühüm şeylərdən biridir. O məsələyə də mən toxunmaq istəyirdim. Abituriyentlərdə belə deyək də, bu artıq formalaşmış bir fikirdir ki, hə, sən universitetə qəbul oldun, 4 il oxudun, bitdi və hər şey belə, bu belə deyil əslində. Bəli. İnsanın öz bacarıqlarını həqiqətən ortaya çıxarmaq Yəni lazımdır. kartofu məsələn suya atırsan, yumuşayır. Yumurtanı atırsan pərşiyir. Yəni insan özündən asılıdır. Yəni zarafatsız o məsələsində həqiqətən deyək. Çünki insan necəsə komanda işi işləyirik də deyək. Bu bütün komandalarda olan bir şeydir. Necəsə tələsdirik, necəsə ortada bir stres olur, necəsə bir Yəni bir komanda ilə işləmək, Hə, əsas hətta baxın, komanda ona ilə rəhbərlik eləmək, onu idarə eləmək falan. Münasibətlər. Bəli, var. İnsani o çox, münasibətlər yəni, ümumi. çox. belə. Ən böyük qazancımız bu arada, yəni qeyd edeyim bunu son olaraq, təbii ki də sizlərsiniz. Bəli. Həqiqətən bu şablon söz falan deyil ha, yəni Yəni, həqiqətən. bəli. Həqiqətən. Yəni TV-də ən sevdiyim xüsusiyyətlərdən biri həqiqətən də həqiqi səmiyyətin olmasıdır. Yəni heç kim necə deyirlər, yəni Fake deyil, saxta deyil. Deyil də, yəni həqiqətən də yəni birindən xoşu gəlməsə belə, birinin hərəkəti xoşuna gəlməsə belə, bunu Üzünə ona deyər. deyir ki, yəni sənin bu hərəkətindən xoşum gəlmədi və növbəti dəfələrdə o O problem hərəkət- artıq həll olur. Buna görə baxın, bu səbəbdən ictimai fəaliyyət bir insanın həyatındakı belə deyək, onu təkmilləşdirən əsas şeylərdən biridir. Akademik olaraq baxdığımızda bəli, sən dərslərini oxumalısan, sən ixtisasın üzrə hazırlaşmalısan, yeri gəldikdə bunu inkişaf elətdirməlisən, təkmilləşdirmə proqramlarına getməlisən. Bu variasiyalar çoxdur. Bunu sayarıq. Amma bununla yanında ictimai fəaliyyəti əlavə eləsək, məncə Bəli. Yəni Olmaz. insan tamamlanır. 100% tamam. Yəni sadəcə elm yetmir, yəni. həqiqətən. Bir insanın gələcəkdə irəli getməsi üçün elm kifayət deyil. Hal-hazırda bildiyim qədərilə düzdür, universitetimizdə bu proqram yoxdur.
Amma siz səhv etmirəmsə keçən il gələcəyin təhsil liderləri proqramının birincilərindənsiz. Birincisi, ikincisisiz. Yəni top 5-likdə, top 5-lik idi orada. Top 10-dur normalda, mən ikinciyəm. Hə, gələcək təhsil liderlərilə danışsaq, yəni məncə həqiqətən də çox uğurlu və yəni faydalı bir layihə idi, keşə davam eləsəydi. Və ilk olaraq, yəni mərhələlərdən keçmək, yəni biz necə bayaq dediyim kimi də, yəni elm yetmir həqiqətən də. Mən bütün mərhələlərdən, məsələn də keçid birinci mərhələdə 40 olubsa, 800 nəfərdən məsələn yarısı keçməlidirsə və limit 40 olubsa, mən 43 ilə keçmişəm. Yəni ikinci dəfə məsələn ikinci mərhələdə yarım finalda keçid 60 olubsa, mən 64 ilə keçmişəm. Yəni hər zaman belə sınırdan bir üstü, bir tık üstündə keçmişəm də. Amma yəni mənim üçün bu proqramda, yəni bu layihədə yəni qorxduğum, çəkindiyim yarım final idi. Çünki yarım finalda tarix tipli, informatika tipli məsələlər idi və mənim ixtisasıma uyğun deyildi. Amma yenə də orada məntiqi təhlil və s. bu məsələlər qurtardı məni, keçdim. Amma ikinci mərhələdən keçəndən sonra yəni özümdən tam olaraq əmin idim ki, yəni finalda yəni 100% götürəcəyimdən əmin idim. Özümdən çox əmin idim. Düzdür, fikirləşirdim ki, yəni son sıralarda olaram, 7-də, 8-də, bəlkə də 9-da olaram. Amma o ilk 10-luqda olacağımı bilirdim. Və hətta ilk dəfə cavablar çıxanda bizə göndəriləndə, mən universitetdə idim həmin vaxtı və cavablar göndəriləndə özümü 5-dən aşağıda axtarırdım və ilk dəfə baxanda 5-dən aşağıda özümü görmədim. Düzdür, eyni komandada olduğum komanda yoldaşlarımı gördüm və həqiqətən onların adına çox sevindim. Və 5-dən sonrasına baxanda özümü görməyəndə çox məyus olmuşdum həqiqətən. Fikirləşirdim ki, yəni keçməmişəm. Amma sonra üstündən yəni bir 10-15 saniyə keçəndən sonra düşündüm ki, bir yuxarıdan çek eləyim, baxım görüm, yəni kimlər keçib də. Yuxarıdan çək eləyəndə ikincidə öz adımı görəndə həqiqətən də yəni çox xoşbəxt olmuşdum. Və bu proqramın da ümumi dünya görüşümüzün yoxlanması ilə və yaxud da bacarıqlarımızı göstərməyimizlə yəni həqiqətən də çox faydalı oldu bizim üçün. Və bunun ikinci olmağıma baxmayaraq ən yüksək ekspert balı məndə idi. Yəni birinciliyi layihə yəni balı ilə qatırmışam. Orada ekspert və layihə balı var idi, qrup layihəsi və tək-tək verilən ballar. Mentorluq proqramı bəs, onun sizə qatdıqlarından. Hə, mentorluq həqiqətən də yəni necə deyim, yəni həqiqətən çox şey qatdı. Mentorluq proqramı həqiqətən də çox şey qatdı, yəni hər cəhətdən. Necə deyim, universitetə tək tələbə gözü ilə baxmaq yox, həm də digər tərəfdən baxmağı ən azından bildim. Bəzən elə məsələlər oldu ki, tələbə kimi mən onu tələbə düşüncəsi ilə yəni yargıladığım oldu ki, bu niyə belədir? Tələbə düşüncəsi ilə yanaşmanda biraz idarəçi gözü ilə baxın. Biraz idarəçi tərəfdən baxmağı öyrəndim və hətta yəni bəzi işləri idarə etməyi belə öyrəndim. Ümumiyyətlə rəhbərliklə qoşulduğum bütün tədbirlər, iclaslar falan, yəni həqiqətən çox fərqli bir yəni deneyim idi mənim üçün. Fərqli bir təcrübə idi. Bu türk sözləri bizdə qıracaqdır. Türk sözləri bizdən niyə əl çəkmir bilmirəm. Özündən qat-qat böyük insanlarla işləmək. Bəli, özümüzdən qat-qat böyük insanlarla, yəni bir ay müddətində işləmək və bir il boyunca bütün rəhbər heyəti ilə bunu eləmək. Mən düşünürəm ki, tək mənə yox, məndən olan bütün yoldaşlarıma hər şey qatdı. Və yəni onlara da xüsusi təşəkkürlərimi bildirmək istəyirəm buradan. Yəni bizə həqiqətən də öyrətmək istəyən çox mentorumuz oldu. Yəni belə, başqa nə deyə bilərəm bu barədə? Hə və mükafatlandırma günü, yəni heç vaxt unutmayacağım bir gün idi. Yəni bu səhnədə olmaq və hətta mən biraz duyğusallaşmışdım burada. Valideynlərim də gəlmişdi. O görüntünü də mən çəkmişdim. O görüntünü də xatirə çəkmişdi. Sonradan güclə bəla ilə ikna eləmişəm ki, qoymayın onu, yayınlamayın. Nəsə yayınlamadıq. Yəni sənin nə qədər unudulmazdır, bir o qədər də mənim üçün də həqiqətən. Çünki
Belə çox nadirən baş verir ki, başqasının yerinə belə çox aşırı Fərəhlənsən, fəxr edirsən, özün çox, eləmisən də sanki daha başa doğrusu düşdün. Mən səni sevinirsən, başa düşdüm. onun Tamam. yerinə empatiya qurursan. Amma sən keçmişdin cəzifə. Hə, son elə bir mən qızmalı idim. Çox xəstə idim həqiqətən, çox pis hiss eləyirdim özümü. Son elə bir desən universitetdən bağlı olan sualları full boş qoymuşdum. Çünki Birinci mərhələdən. hə, ya 2 baldan falan kəsilmişdim. Hə, full boş qoymaqla, yəni çıxmışdım ki, özümü yaxşı hiss eləmirəm. Yəni bəxtimiz onda gətirib ki, mən orada olmamışam da, sadəcə Yox. zarafatsız. Burada mən deməliyəm onu, çünki hələ boş qoymaqla 2 Yəni mən ümumiyyətlə o layihədən mən TV-yə qəbul olandan sonra xəbərim oldu. Ümumiyyətlə qarşıma da çıxmamışdı. Keşke bu ildə olsaydı, həqiqətən Kəşke. çox. Heç olmasa 3 il davam İnşallah. eləsəydi, bəlkə də gələn il olsa, Bəli. aydın. Hal-hazırda Gələn il olsa, master bu şey master nə idi? mentorluq. Proqramı var hal-hazırda. Mentorluq proqramımız may ayının ortaları bitdi. Yox, hal-hazırda yəni məsəl üçün deyək də, gələcəyin təhsil liderləri proqramı olmasa mentor olmaq mümkün deyil hal-hazırda. Yox, gələcək təhsil liderlərinin yəni bunda mükafatının bir hissəsidir. Tələbələrimiz öyrənmiş oldu. Bu cəhətdən sual vermişdim. Xanımlar, universitet bitdi, məzun oldunuz. Yəqin ki, indi bilmirəm bu video məzuniyyətdən sonra paylaşdıracaq, yox, haçan xotum olacaq. Məncə 30-u paylaşaq. Yəqin ki. Yəni Nəysə. bundan sonra 3 gün tətildir də 5-6 bazar. Gələcək planlarınız nələrdir? Mastermı, müəllimlikmi, evlilikmi? O üçüncü Üçüncü seçenek yəni olaraq saymıram duymadıq. ümumiyyətlə. Hə, Eşitmədik eşitmirik. onu. İkimiz də yəni o mövzuda ortağıq. Bəli. Böyük ehtimal mən əslində magistratura imtahanı vermişik, amma dediyimiz kimi də, yəni ikimiz də hazırlaşmamışdıq. Yəni çox belə gözləntimiz yoxdur. Əslində bir tərəfdən sevincəli bir haldır ki, ən azından hazırlaşmamışıq. Gözləntimiz də bir o qədər çoxdur deyil deyə. Az bal gəldikdə də bir o qədər az üzülürsən. Üzüldük, bəli. Yəni çünki hazırlaşmamısan da nə də olsa. Əslində planım lap əvvəldən turizm bələdçiliyi ümumiyyətlə turizm sahəsində olmaq idi. Çünki öz xarakter cəhətdən də, həm də öz fəaliyyətim cəhətdən bunu çox özümə belə bağdaşdırırdım, uyğunlaşdırırdım. Sadəcə çox ani bir şəkildə TV-nin mənə qatdığı bacarıqlar sayəsində, media sayəsində özümü yoxlamağa çalışıram. Elə bu son aralarda işə qəbul olmuşam o sahədə. Xeyirlisi deyək, ümid edirəm hər şey mənim üçün yaxşı olar və Ümidvaram. həqiqətən özümə güvənirəm bu mövzuda ki, ən azından istədiyim yerdə olmasa belə alternativ Yollar tapa bilirsən. tapacam Bəli, yəni, o və yaxşı həqiqətən də TV-nin bizə qazandırdığı Hə. ən böyük özelliklərdən biri, yəni ən kritik momentdə başqa bir Yola yol gedə tapmaq. bilməyimizdir. Pedaqogiyanın səhifəsindən çıxan aydınlar. Nəysə. Gülər xanım, sizin planlarınız? Mən də yəni xatirəyə qatılıram. Əslində ikimiz də eyni yəni vəziyyətdəyik hal-hazırda. Yəni hazırlaşmadan magistr imtahanına girib yəni lazım olan tələbi keçmək. İndi ixtisas seçimini gözləyirik. İxtisas seçimində, yəni amma balımız həqiqətən çox azdır. Yəni o baldan harasa düşəcəyimizi düşünmürəm. Bəlkə boş qalan yerlər olsa. Yoxlamadıq. Onda Bəlkə belə də heç deyək. yoxlamadıq. Yəni bəlkə boş qalan yerlər olsa Bəs ikinci onda cəhdə buna ona sizə vida videosu deyə bilərik. Hə, yoxsa bəli, yox? deyə bilərsiniz. Yəni bəlkə də düşsək belə pedaqogiya düşməyəcəyik. Yəni Avrasiyadan zaten. Çünki daha pedaqojinin aşağı. tələbləri daha Bəli, çoxdur. pedaqojinin Standartları tələbləri daha çoxdur. çoxdur. Və bundan sonra mən də eyni xatirə kimi, yəni özümü iş sahəsində yoxlamaq istəyirəm. Yəni fərq eləmir hansı sahə olursa olsun. Fərq eləmir hansı sahə olursa olsun, yəni uyğun bir işdə özümü sınamaq istəyirəm. Siz nə üzrə oxumuşdunuz bəs? Biologiya müəllimliyi. Bu sahədə nə ola bilər bəs? Bu sayədə biologiya müəllimi olaraq. Biologiya müəllimi. Biologiya müəllimi ola bilərəm, amma heç MİQ-ə hazırlaşmadıq, heç fikrimiz də yox idi. Amma Xatirə xanım da bəlkə də qatılar mənə. Praktikada olanda həqiqətən də adam xoş hiss eləyir. Çox yaxşı bir şey. Uşaqlar. Bəli, uşaqlarla işləmək əla bir şeydir və yəni həqiqətən də müəllimlik ixtisasının həqiqətən də müəllimlik peşəsinin həqiqətən də şərəfli bir peşə olduğunu hiss elədik həmin praktika dövründə. Onsuz da bilirdik, orada isbatlandı. Bəli, isbatlandı bu bizə. Yəni bayaqçı sözümüzdən elə çıxmasın ki, müəllimlik pis bir ixtisasdır. Yox, xeyr məncə. Sadəcə hərənin öz yəni potensialına, bəli, uyğun olduğunu düşündüyü ixtisaslar var təbii ki də və yəni bizdə belə deyil.
Həqiqətən də müəllimlik ixtisasında oxuyub bu sahədə peşəkarlaşmaq istəyirsinizsə, Pedaqoji Universiteti, yəni ürək rahatlığı ilə seçə bilərsiniz. Yəni sonra balınız çatmasa, yəni Pedaqoji Universiteti 2-ci, 3-cü sıralarda yazsanız və qəbul olsanız da əsla üzülməyin. Bura gəlin və yəni burada ilk sıraya yazdığınız yerə düşmədiyiniz üçün motivasiyanız azalmasın. Bura gəlin və özünüzü sosial həyatda sınayın. Həqiqətən də buranın atmosferi sizə çox yaxşı gələcəyinə əminəm. Belə. Mən də Gülayın dediklərinə qatılıram. Pedaqoji sahədə məncə ən yaxşı universitet həqiqətən Pedaqoji Universiteti. Baxmayaraq ki, mənfi rəylər də var, onsuz da bu hər universitetdə belə olur. Yəni siz insanların o mənfi rəylərinə heç necə deyim, fikir verməyin. Çünki hər zaman pis bir rəy olur. Hər zaman ən yaxşısında belə pis bir rəy olur. Yəni hər kəsi məmnun etmək mümkün deyil. Yəni heç vaxt mümkün olmayacaq. İsmail bəyə salamlar. Salamlar. Ona da bir alqış. İsmail bəyə də bir alqış. Nəysə, mövzudan biraz uzaqlaşdım. Bir də ki, sizlərə uğurlar arzu edirəm. Çox sağ olun. Yəni sizin fəaliyyətinizdə uğurlar, bol şans arzu edirəm. Yəni bunu o mənada demirəm ki, bizdən yoxdur falan. Yəni bu egoistik cəhətdən demirəm də. Ümumiyyətlə bizdən yoxdur həqiqətən. Bəli, bizdən yoxdur. yox. Bəli. Həqiqətən bizdən Bəli, yox. bu kadrodan yoxdur. Həqiqətən də Aydın da bayaq dediyi fikrə qatılıram ki, bu il ərzində həqiqətən çox iş gördük və bunu həqiqətən də 12-13 nəfərlə elədik. Telefon kameramızdan. Yəni bizim heç bir infrastrukturumuz yox idi. Hər şeyi özümüz elədik. Yəni burada səsimizi yazan mikrofonlardan tutmuş, çəkilən telefona, qoyulan dirəyə qədər hər şeyi özümüz eləmişik və həqiqətən də bu bizim ortaya çıxarmaq istədiyimiz üçün bu qədər şey ortaya çıxdı. Çünki yəni üzr istəyirəm, Gülayın da fikrini böldüm. Podkastın ortaya çıxmağı belə, yəni təsadüfən, yəni bizim komanda olaraq istədiyimiz bir şeydən oldu. Məsələn, bəlkə biz podkast çəkək. Oturmuşuq, podkast çəkək. Podkast çəkək, nə çəkək. Önümüzdə o qədər maneələr olmağına baxmayaraq, yenə də podkast çəkdik. Hə, məsəl üçün deyək də, bunu necə çəkməliyik? İkinci dirəyi harda? İkinci telefonla, mikrofonları necə qoşaq? Okey, mikrofonları qoşduq. Bunu podkast kimi yayınlayaq. Zəngdə danışırıq. Bəlkə adını At Podkast qoyaq. At bunun podkastı ilə əlaqələndi. At Podkast. Otururuq məsəl üçün, yazırıq. Bir dənə video paylaşdıq, At Podkast yazırıq, video çıxmır. İkinci səfər. Bəlkə adı dəyişdirək, podkast eləyək. Ondan sonra atılır, loqo düzəltmək lazımdır. Bir şrift tapdıq. U hərfini bəlkə orada mikrofondan əvəz edirik. Rəngini bəlkə Pedaqoji Universitetinin loqo rənglərinə yaxın edirik. Qızılı, sarı. Hələ bu ən adi nümunə. Bəli, bu ən adi nümunə. O səbəbdən də bizdən yoxdur. Belə son olaraq da belə biraz əlaqəsiz olacaq, düzdür. Amma yenə də son söz olaraq öz sözlərimi də, ürək sözlərimi demək istəyirəm də. Mən öz qrup yoldaşlarıma da həmçinin uğurlar arzu eləyirəm. İstər əskərə gedən qrup yoldaşlarım olsanız ki, dünənləri birini də artıq yola saldıq. Getdiniz? Yox, getməyə kimi yox, yəni sonuncu görüşümüz. Aha, başa düşdüm. İstərsə də həqiqətən 4 ildə mənə qatdıqları çox şey var. Həqiqətən bizim qrup qədər mən necə deyim, belə birlik yaradan, sonra həmçinin bir-birinə mehriban ola bilən, hər zaman bu səmimiyyəti qoruya bilən qrup ikinci bir qrup görməmişəm, yəni həqiqətən. Yəni belə demək, hər kəsin qrupu özünədir. O heç, o elədir həqiqətən. Amma yəni hər kəsin öz qrupu özü üçün yadda qalan olur da. İstər o yaşananlarla, ola bilər ki, orada sən yox, yəni hər kəsin qrupu özü üçün yadda qalan olur. Amma bir var pis xatirələrlə yadda qalan. Təbii ki. Yəni yaxşının həmişə çox olmağı daha yaxşıdır. Yəni biz özümüzü həmişə necə deyilir, yeniləyə bilirik. Telefon necə ki yeniləyirsən, başdan başladır falan. Biz özümüzü yeniləyə bilirik. Yəni küskünlüklər olsa belə bunu yenidən yeniləyib bir-birimizdən yaxşı münasibət qura bilmişik. Təbii ki də belə saxta cəhətdən yox da, yaxşı mənada. Belə də ki, müəllim heyətimə də həmçinin fəaliyyətlərində uğurlar arzu eləyirəm. Çox seçilən, xüsusilə də Paşa müəllim və yeganə müəllim və ümumiyyətlə belə adını çəkmədiyim bütün müəllimləri çox hamısına buradan salamlar, hörmətlər, ürəklər. Minnətdaram bizə qatdıqlarınız üçün. Çox sağ olun. Bu qədərdir. Gülay xanım, sizin
Son Fikirləriniz də sözümüz. var, hə. Mənim son sözüm biraz uzun. Hətta Son sözüm mən biraz uzun ola Ağladat bilər. sizə bizi demək Yox, istəyirsiniz. ağlatmayacağam. Mənim yəni mənfi emosiyalarla işim yoxdur. Mən düşünürəm ki, indiyə qədər komandamıza həmişə Xləman orada ağlayır. Mən düşünürəm ki, komandama hər zaman pozitiv enerji qatmışam. Yəni bunu sizlər deyə bilərsiniz, mən Təbii, yox. mən buna başımla əminlik verirəm ki, adımın aydın olduğu qədər deyirəm ki, heç bir komandada gərginlik falan heç vaxt olmayıb. Çalışdığımız qədər bir-birimizdən mehriban danışmışıq ki, yəni o sünilik, münilik falan. Mən heç vaxt görməmişəm. Yəni bu qədər düzdür, keçən il rəhbər deyildim, amma yəni bu 2 il ərzində komandanın daxilində nə bilim bir kaos, bir çelişkiyə falan heç görmədim. Yəni bu mənim üçün çox müsbət bir hal idi. Yəni olsa belə həll olundu. Olsa Ləmanla belə. Aydın biraz Yox, bunlar şəxsi belə deyək də, problemlər zəminində baş verən şeylərdir bunların komandaya. yəni, komandaya dəxlisi aidiyyatı yox yoxdur. idi, amma şəxsi məsələlər olsa da həmin həll elədilər. Və mənim son sözüm olaraq həqiqətən yəni universitet mənə həqiqətən çox şey qatdı və burada rol keçən hər kəsə öz təşəkkürümü bildirirəm. Öz fakültəmin mənə dərs deyən müəllimlərinə, qrup yoldaşlarıma, şöbəmizə, sizlərə və yəni universitet rəhbərlərinə, bütün prorektorlarımıza, rektorumuza, bütün yəni belə ümumiləşdirim, bütün mentorlarıma çox təşəkkür edirəm həqiqətən mənə qatdıqları hər şey üçün. Yəni sizinlə vidalaşmaq üzülmürəm. Vidalaşmaq deməyək də, biz zaten Yaxşı bir oldu. yerdəyik. Necəsə də Zaten oldu. bir yerdəyik. Bəli, ola bilər ki, mən sizin 2-3 aydan sonra rəhbəriniz olmayım, amma məncə mən sizin həyatınızda, mən belə düşünürəm ki, həqiqətən də həyatınızda unuda bilməyəcəyiniz bir insanlardan biri oldum. Və həqiqətən həmçinin siz də mənim üçün eləsiz. Yəni heç vaxt heç birinizi unutmayacağam. Hamınız mənim üçün çox əzizsiniz. Yəni sadəcə birimizin nəyəsə ehtiyacı olması və bunu mənə deməyiniz kifayətdir. 2 əlim qanda da olsa gələrəm. Məncə siz də bunu bilirsiniz. 100%. Bu qarşılıqlı olan şeylərdir və bunu nə ilənsə əldə etmək mümkün deyil. Bəli, həqiqətən bu qəlbimizdən gələn sevginin nəticəsidir. Xanımlar, gəldiniz. Xoş gəldiniz əvvəlcə də. Amma artıq biz ayrılan vaxtın da sonuna gəlib çatdıq. Siz Sizə də uğurlar sağ arzu olun. edirəm. Bu arada bu çəkilişi biz təşkil etməmişik. Məhəmməd bəy sağ olsun ki, TV üçün belə bir şərait yaratdı. Qızlar gəldi. Məhəmməd bəyə danışdıq. salamlar. Məhəmməd bəyə salam, Məhəmməd bəy ürəyimizdə. Məhəmməd bəyə girişdə də salam vermişik biz. Məhəmməd bəyə qədrini bilin həqiqətən. Biz də Bəli, biz gedəndən sonra belə Məhəmməd bəyin qədrini bilin. Həqiqətən də yəni TV-ni davam elətdirəcəksə Məhəmməd bəy eləyəcək və bu gün burada olmağımızın böyük bir qismi onun əməkləri sayəsində. Bəli. Eyni şəkildə müdir də, yəni Hər kəsə Talib bəy ümumi də, olaraq Talib hamısı bəy. böyükdən kiçiyə, ən belə Böyükdən deyək də, kiçiyə, ən yox, kiçiyimiz kiçikdən Ləmandır. böyüyə, kiçikdən böyüyə hər kəs çox sağ olsun. Sizə də həqiqətən minnətdaram ki, gəldiniz, vaxt ayırdınız. Sizin gələcək həyatınızda uğurlar arzu Çox sağ olun. edirəm. Biz də Hər sizə hansı uğurlar bir yola arzu getmək bizdən asılı olmayaraq o yol sizlər üçün işıqlı olsun Amin. və uğurlu olsun qızlar. Çox sağ olun Çox ki, sağ olun. gəldiniz. Siz də sağ olun. Sağ olun. Biz də sizə uğurlar arzu edirik. İnşallah bizdən sonra da uzun davamlı illər olsun TV-nin və Bizim kimi. bu ildə məsələn hər hansısa bir boşluqlar var idisə də gələn il o boşluqları doldurun. Siz isə podkastda baxırdınız. Sizinlə mən Aydın Rızaydın. Bizi isə digər sosial media platformalarından izləməyi unutmayın. Sağ olun, gələn görüşlərə dək.